Salam hörmətli izləyicilər. Belə bir iş də görmüşük, indi sizə göstərəcəyəm. Deməli, hansı ki bina tam hazırdır. Birinci mərtəbənin tutaq ki, zirzəmisi var və zirzəmini doldurmamaq şərti ilə necə döşəməyə, monolit deyirlər də, əslində monolit deyil, beton döşəmə eləmək olar. Hansı qayda ilə eləmək olar? Bunu deməyəcəm sözün açığı sizə, çünki deyirəm sonra özləri işləyirlər, deyirlər bunu özümüz icad eləmişik. Kimə lazım olsa müraciət eləyər, gəlib o işi görərik onun üçün. Hörmətli izləyicilər, baxın, ev hazır vəziyyətdə, çoxdan tikilmiş bir evdir. Gəldik, zirzəmini doldurmamaq şərti ilə birinci mərtəbənin döşəməsini tam betonladıq. Gördüyünüz kimi hər şey yüksək səviyyədə həll olundu. Kimə lazım olsa bir daha təkrar edirəm, müraciət eləyin. Gələk bu işi görək.